Niyə namaz qılmalıyıq? Düşünün ki, bahalı bir restoranda yemək yediniz və hesab 200 manat gəldi. Amma cibinizdə bu məbləğ yoxdur. Birdən ofisiant yaxınlaşıb belə deyir: Hesabınız artıq bir nəfər tərəfindən ödənilib. Başqa bir gün evdə maddi bir problem yaranır və xəbər alırsınız ki, o məsələdə sizin yerinizə həmin şəxs tərəfindən həll olunub. O anda nə düşünərdiniz? Yəqin ki, kaş onunla görüşüb təşəkkür edə biləydim, deyərdiniz. Allah Taala isə insana saya bilməyəcəyi qədər nemətlər verib. Əl, qol, ayaq, göz, eşitmək, danışmaq, sağlamlıq, hava, su, min cür qida, sevdiyimiz insanlar və daha saymadığımız saysız hesabsız nemətlər. Layiq olmadığımız halda və nə qədər asi olsaq belə Allah Taala bu nemətləri verməyə davam edir. Şükürlər olsun ona. Allah Taala bizi gündə 5 dəfə birbaşa öz huzuruna, namaza çağırır. Bu qədər nemətlər qarşısında sadəcə təşəkkür bir yana, biz hər dəqiqə namaz qılsaq belə yenə də bu nemətlərin haqqını ödəyə bilmərik. Amma heç olmasa Allahın bizə əmr etdiyi qədər namaz qılmaq borcumuzdur.